Deməli, 11 yaş yeniyetməlik dövrünün əsas problemi fast food, telefon və hərəkətsizlik. Fast food qidalı maddələrdən, yəni dəyərli qidalı elementlərdən kasıb bir qida olduğuna görə uşaq tox görünür, amma əslində qidalı elementlərdən məhrum qalır. Ona görə fast food qidaları rasionda azaltmaq lazımdır. Eyni zamanda fast food qidalarının hormonal balansı da pozduğunu unutmamaq lazımdır. Telefon, aşırı telefon istifadəsi bu yaşda uşaqlarda əsəbilik, diqqətsizlik, dərsə konsentrasiyanın pozulmasına, eyni zamanda telefon işığı yuxu hormonu melatonini azaltdığına görə yuxu rejiminin pozulmasına səbəb olur və bu da uşaqları gün boyu əsəbi, səbirsiz edir. Nə etmək lazımdır? Gündə maksimum 2 saat telefon istifadəsini keçməmək lazımdır və yuxudan 1 saat öncə qətiyyən telefon istifadəsinə icazə verməmək lazımdır. Bundan başqa hərəkətsizlik. Uşaqların normal boy artımı və yaxşı əzələ inkişafı üçün hərəkət vacibdir. Bu yaşda hərəkətsiz uzun müddət qalarsa uşaqlarda onurğa əyrilikləri, əzələ zəifləməsi və boy artımında azalma səbəb ola bilər. Gündə maksimum 40-60 dəqiqə, minimum daha doğrusu 40-60 dəqiqə aktiv hərəkət, voleybol, açıq havada gəzinti kimi edilməsi çox vacibdir ki, boy və əzələ inkişafı yaxşı olsun.